Söz verilir, Beynəlxalq Elm və Mədəniyyət Mərkəzi Gənclər Təşkilatının sədr müavini, İstanbul Universiteti Hüquq Fakültəsinin 3-cü kurs tələbəsi Mehman Bəşərə. Məruzəsi, gənclərin məhkəmə hüquq sistemində yeri. Buyurun. Əziz vətənlər, hörmətli ziyalılar, möhtərəm cənab sədrimiz və konferans iştirakçıları. Bugün bu 20-ci konferansda iştirakımızın əsas səbəbi Beynəlxalq Elm və Mədəniyyət Mərkəzinin 6 illik yubileyinə görədir. Bu münasibət ilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Yaxşı ki varsınız, yaxşı ki bura gəlmisiniz. 6 illik yolumuza dönüb baxarkən bir həqiqət qürurla səslənir. Bu yol sizin inamınızla başlayıb, əzminizlə davam edir. Çətin günlərdə belə bizim yanımızda oldunuz və başda sədrimiz olmaqla hər bir çətinliyin üstəsindən gələrək böyük uğurlara imza atdıq. Hər bir uğurun arxasında sizin əzminiz, zəhmətiniz, nailiyyətləriniz, yuxusuz gecələriniz və ürəyiniz var. Buna görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Yaxşı ki varsınız, yaxşı ki bizimlə bu çətin yola çıxmısınız. Və keçirəm əsas mövzum olan gənclərin məhkəmə hüquq sistemində rolu. Məhkəmə hüquq sistemi cəmiyyətin ədalət sütunudur. Ədalət isə yalnız qanunlarla yox, insanların danışığı və davranışı ilə qorunur. Gənclərin isə məhkəmə hüquq sistemində rolu böyükdür. Gənc hüquqşünaslar, gənc məhkəmə işçiləri, polislər, müstəntiqlər, vəkillər, prokurorlar ədalətin daha şəffaf və obyektiv olmasına töhfə verə bilərlər. Gənclər bildiyiniz kimi məhkəmə hüquq sistemində müxtəlif rollarda çıxış edirlər. Kimisi hüquqşünas, kimisi vəkil, kimisi prokuror və ya hakim olmaq istəyir. Bu yol çətin yoldur, asan yol deyil, amma çox şərəfli yoldur. Məhkəmə hüquq sisteminin ictimai etimadın formalaşmasında da gənclərin rolu böyükdür. Əgər gənc bir hüquqşünas ədaləti şəxsi maraqlardan üstün tutursa, bu gələcəkdəki bir sütunun düzgün qurulması deməkdir. Digər tərəfdən də gənclər məhkəmə hüquq sistemi ilə yanaşı korrupsiyaya qarşı mübarizədə də böyük rol oynayırlar. Onlar yanlış vərdişləri qəbul etmir, yanlış qanunları qəbul etmir, manipulyasiyaya aldanmır, hüququn aliliyini əsas prinsip kimi görürlər. Bu da məhkəmə hüquq sisteminin güclənməsinə kömək edir. Nəzərə çatdırmaq istəyirəm ki, gənc hüquqşünaslar, hakimlər, prokurorlar bizə yalnız gələcək üçün yox, bugün üçün lazımdır. Bugün cəmiyyətimizdə məhkəmə hüquq sahəsi ilə yanaşı ailə hüquq institutlarda işlənməlidir. Ailə cəmiyyətin təməlidir, sağlam ailə, sağlam cəmiyyət deməkdir. Bu baxımdan gənc ailələrin möhkəmlənməsi və davamlılığı xüsusi diqqət tələb edir. Gənc ailələrdə boşanmanın başlıca səbəbi sırasında psixoloji və sosial amillər yer tutur. Erkən yaşda evlilik, məsuliyyət hissinin zəifliyi, ünsiyyət problemləri, qarşılıqlı anlaşılmazlıqlar bu prosesin əsas faktorlardır. Bundan əlavə maddi çətinliklər, işsizlik, sosial təzyiqlər, şiddət və sair valideynin müdaxiləsi kimi təzyiqlər də gənc ailələrin münasibətinə mənfi təsir göstərir. Xüsusilə gənc yaşda boşanmalar uşaqlarda böyük travmalara səbəb olur. Bunun da qarşısının alınması üçün maarifləndirmə əsas rolu oynayır. Nəticə etibarilə qeyd etmək lazımdır ki, gənclər məhkəmə hüquq sisteminə yalnız gələcək perspektivi deyil, bugün real və məsuliyyətli iştirakçıdır. Diqqətinizə görə təşəkkür edirəm. Kimin sualı var Mehman Bəşərə? Buyurun, Rəqib müəllimin sualı var deyəsən orada. Siz bir gənc kimi ölkəmizdəki hüquq məhkəmə islahatlarından razısınızmı? Bu birinci sualımdır. İkinci sualım, məhkəmə hüquq sayəsində sifarişli həbslərin səbəbi nədir? Açıqlanmaq istəyirdim. Birinci sual hüquqa aiddir. İkinci sual Rəqib müəllim. Siyasi sualda görək, Mehman bu siyasi suala cavab verir. Buyurun Mehman müəllim. Məhkəmənin sistemindən xeyr, razı deyiləm. Çünki məhkəmə sistemlərində bildiyiniz kimi rüşvətxorluq, korrupsiya baş alıb gedir. Bunun da qarşısını kəsmək üçün, korrupsiya ilə mübarizə üçün açıq və şəffaf prosedurlar lazımdır. Maddi və sosial təminat, cəza qaçınılmazlığı, şəffaflıq, rəqəmsallaşdırma və süni intellekt olarsa, mən elə düşünürəm ki, korrupsiyanın qarşısı alınar və məhkəmə sistemimiz daha da güclü vəziyyətə gələr.
Minnətdaram. Keçən konfransda da İkinci suala aydındır. İkinci sualı nə dedi? Təkrar Sifarişli ediyoruz. məhkəmələr haqqında nə deyə bilərsiniz? Sualınız belə idi də, Rəqib müəllim. Bəli, bəli. Sifarişli məhkəmələr. Daha çox məhkəmə hüquq sistemində rast gəlmək olur sifarişli həbslərə. Mən şəxsən Sabunçu rayon məhkəməsində 6-7 ay ərzində praktikada olmuşam. Vüsal Qurbanovun yanında. Mən orada şəxsən görmüşəm ki, 17-18 yaşındakı şəxslər əsasən 234, 178 dələduzluq, narkotik kimi maddələrlə həbs olunur. Amma mən sifariş kimi bir proses görməmişəm. Yəni qarşılaşmamışam. Amma ola bilər. Minnətdaram. Mən Çox sağ ol. keçən konfransda da iştirak elədim. Bu konfransda da iştirak edirəm hal-hazırda və yeganə məruzətsizsiniz ki, sual-cavablarınız hər tərəfli gün görüb. Çallıq yoxdur. Təşəkkür Digər cavablarda çallıq var idi. Gün görməyən yerləri var. Bu alqışları qazandın Meyman mənim. Buyurun, xanımın sualı var sizə. Düşünürəm ki, bu ölkənin ən etibarlı insanları olur vəkillər. Amma son dövrlər eşidirik ki, hörmətli Mehman bəy, eşidirik ki, vəkillərin fəaliyyətinə xitam verilir. Vəkil nə edib ki, bu qədər sıralamada onun, xüsusən də vəkillər kollegiyasının, yəni müəyyən bir qurumdur da, o düşünürəm ki, bu sahədə. Tez-tez eşidirik ki, fəaliyyətlərinə xitam verilir. Sizcə səbəbi nədir? Siz dediyiniz hər vəkilə təbii ki, aid deyil. Bəzi vəkillər vəzifəsindən sui-istifadə edərək, rüşvətxorluğu təbliğ edərək, vətəndaşların ciddiyə almayaraq vəzifəsindən sui-istifadə edirlər. Bu da nəyə bağlıdır? Cinayət Məcəlləsində 308, 309 maddələri daha da ağırlaşdırılmalıdır ki, bunların qarşısı alınsın. 308-309 dispozisiyasını açıqla, hansı maddələrdir onlar? 308 vəzifədən sui-istifadədir. 309 Vəzifə səlahiyyətini aşmaq. o maddələr düşünürsən ki, ağırlaşdırılmalıdır sanksiyası. Tək onlar yox, bir çox maddə ağırlaşdırılmalıdır, mən belə düşünürəm. Səbəb? Qarşısı alınması üçün korrupsiya və rüşvətxorluğu. Hətta 311-312 də buna aiddir. O 311 və 312-ci maddələr hansıdır Meyman müəllim? Rüşvət alma, rüşvət vermə. Pasiv rüşvət alma və rüşvət. Bəli. Hesab edirsən ki, onların sanksiyası nə qədər olmalı? Onu mən deyə bilmərəm, amma ağırlaşdırılmalıdır. Sizcə inzibati amirlik metodu ilə korrupsiyanın kökünü kəsmək olar? Korrupsiyanın kökünü kəsmək asan məsələ deyil, çox çətin məsələdir. Düzdür, mümkünsüz deyil, amma çox çətindir. Məncə bu hallar baş verərsə, azaltmaq mümkündür. Kökün kəsilməsi də azaltmaq mümkündür. Tam qarşısını necə almaq olar? Şəffaf və açıq prosedurlar olmalıdır. Məsələn? Məsələn, süni intellekt daxil olarsa bu sistemə, süni intellekti insan idarə edə bilmir, rüşvət ala bilmir. Bu olarsa, mən elə düşünürəm ki, rüşvətxorluğun kökü kəsilmə ehtimalı daha çoxdur. Meyman Bəşərə sualı olan var? Bəli, bəli. Olar, sual. Buyurun, buyurun. Əvvəla Eşidilir, bəli. Əvvəla mehman kimi gənclərimiz olduğu üçün mən ümumiyyətlə gənclərimizlə qürur duyuram. Çünki gənclərlə işləyirəm və səni də təbrik eləyirəm. Yəni 3-cü kursda oxuyub belə fikirlərini dolğun çatdırmaq, özünü ifadə eləməyi bacarmaq çox böyük bir hünər və cəsarət tələb eləyir. Yolunuz həmişə açıq olsun Mehman bəy. Minnətdar. Və indi sizin bayaq verdiyiniz cavabdan doğub bir sual vermək istəyirəm. Siz dediniz ki, korrupsiyanın və rüşvətxorluğun qarşısını almaq üçün süni intellektin burada rolunu böyük dəyərləndirirsiniz. Və süni intellektin burada rolu deyəndə nəyi nəzərdə tutursunuz? Məhz burada süni intellektin köməyi nə ola bilər? Bu birinci sualım. İkinci sualım da bir gənc kadr kimi fikirləşmirsinizmi ki, əgər bu tapşırıqları süni intellektlər, AI-lar yerinə yetirəcəksə, bu gələcəkdə kadr ixtisarına səbəb ola bilər.
ümumiyyətlə bu barədə fikriniz necədir və ən önəmlisi süni intellekt korrupsiya və rüşvətlərin qarşısını necə alacaq? Çox sağ olun. Təşəkkür edirəm suala. Çox sağ olun suala görə. Korrupsiyanın qarşısının alınmasında əsas məqsəd tək süni intellekt deyil. Süni intellekt necə qarşısını alır? Vəzifəli süni intellekt əgər bu işin içinə girərsə, vəzifəli şəxslər artıq rüşvətxorluqdan bir qismi azad olacaq, almayacaq. Mən belə düşünürəm. Siz də deyirsiniz ki, kadr ixtisarı ola bilər burada, işsizlik baş verə bilər. Bəli, bu kadr ixtisarına gətirib çıxartmırmı? Məsəl üçün, vəkilin işini Bəli. AI görür, müstəntiqin işini AI görür və nəticədə korrupsiya olmayacaq bəlkə də, rüşvətxorluq bəlkə də dayanacaq, amma bunlar nə dərəcədə özünü doğruldacaq və bu kadr azalmağı, işsizlik və onda necə olacaq bu gənclərin aqibəti? Siz necə buna baxırsınız, necə dəyərləndirirsiniz? İlk öncə düşünürəm ki, korrupsiya və rüşvətxorluğun qarşısını tam alına bilməz. Mən bunu düşünmürəm, fikirləşmirəm. Sadəcə azala bilər bir miqdar. Mən sizinlə razı deyiləm Mehman bəy. Mən burada ata-bala kimi sənlə söhbət eləmirəm, həmkar kimi söhbət edirəm. Gürcüstanın indiki yox, keçmiş prezidenti vardı Saakashvili, Mikhail Saakashvili. Allah qapısını açsın, mənim böyük hörmətim var. İxtisasda da hüquqşünas idi. Ona sual verəndə ki, sən Gürcüstanda rüşvətin kökünü necə kəsdin? Cavab bilirsən nə idi? Çox sadə bir cavabı vardı. Mən özüm almıram. Bununla da rüşvətin kökü kəsilir. Aydın. Başqa sual olan var? Yoxdursa icazə versiniz. Bir söz deyib əyləşmək istəyirəm. Başda cənab sədrimiz olmaqla, doğmam atam və qardaşım və mən. Biz bolluqla heç bir zaman ərköyünləşmədik, yoxluqla paxıllaşmadıq. Şərəf insana bir dəfə, pul isə 1000 dəfə verilir. Diqqətinizə görə təşəkkürlər. Sağ olun. Təşəkkür edirik Mehman bəy.